İmam Zeynulabidin əleyhissalam Risalətül Hüquq kitabında övlad haqqı barəsində danışanda belə buyurur ki, övladın haqqı budur ki, biləsən ki, o səndəndir və sənə nisbət verilir. Bu dünyada onun bütün yaxşılıqları, bütün pislikləri sənə aiddir. Onun məsuliyyətini daşıyırsan ki, ona gözəl ədəb verəsən, onu Allaha yönəldəsən, Allahın itaətinə yönəldəsən. Övladın barəsindədir elə davran ki, onun etdiyi hər bir yaxşı işə görə sən də savab qazanacaqsan. Etdiyi hər bir pis işə görə sən də cəza alacaqsan. Övladlarımızın etdiyi hər yaxşı işə görə biz də mükafat alacağıq və etdikləri hər pis işə görə biz də cəzalanacağıq. Ona görə də insan övladın, uşağın məsuliyyətini daşıyır ki, biz bunu gəlib bir dönəmə çatacaq ki, cəmiyyətdə addım atacaq. O dönəmə kimi onun məsuliyyətini biz daşıyırıq və burada xüsusilə təlim, tərbiyə məsələsinə diqqət etmək lazımdır. Dünyavi bilgilər, elmlərdə uşaq təlim, tərbiyə aldığı kimi gərək mənəvi məsələlərə də diqqət eləyək. Hədisdə buyurulur ki, övladlarınız 7 yaşına çatdı, onlara namaz qılmağı əmr eləyin. Yəni bir dönəmə gəldi, çatdı, başlayın ibadət məsələlərini öyrətməyə, namaz məsələlərini öyrətməyə, məscidlə tanış eləyin, paklıq məsələlərini öyrədin, mənəvi məsələləri öyrədin, əxlaqi məsələləri öyrədin. Dinin o uca dəyərlərini uşaqlarımıza təlqin etməliyik. Və burada da bunu unutmayaq ki, burada ən birinci müəllim biz özümüzük və bizim davranışlarımızdır. Çünki uşaq bizi oxşamağa çalışacaq. Övladlarımız bizi özlərinə həmişə nümunə görürlər. Uşaq bu cürdür. Hər bir uşaq valideynlərini ən üstün hesab eləyir. Ona görə də valideynin etdiyi hər bir davranış onun üçün nümunəyə çevrilir. Bir hədis şərifdə buyurulur ki, uşaqlarınıza bir şey vəd etdikdə vədə vəfalı olun, gedin o vədi yerinə yetirin, yalandan vəd verməyin. Çünki övladlarınız heç nə bilmirlər. Bir dənə bunu bilək ki, siz onların vəli nemət sahibisiniz. Onlara ruzi verən sizsiniz. Onlar üçün ən kamil varlıq sizsiniz. Əgər siz vəfasız olsanız, yalancı olsanız, dini işlərinizi yerinə yetirməsəniz, əxlaqi məsələləri riayət etməsəniz, övladlarınız da sizi oxşayacaqdır. Yox, biz bunları yerinə yetirsək, övladlarımız da bizi oxşamağa çalışacaqdır. Ki, dini təlim, tərbiyə övlad üçün bu qədər əhəmiyyətli bir məsələdir. Və biz uşaqlarımızı erkən yaşlarından bu məsələlərlə xəbərdar eləməliyik. Uşaqları uşaqlıq dönəmindən fəsad yerlərinə, fəsad yuvalarına aparmaq deyil də mənəvi yerlərə, mənəviyyat yerlərinə aparmaq lazımdır. Necə ki, biz övladımızın bioloji tərəfinə diqqət eləyirik, elm, təhsil almasına diqqət eləyirik, ən əhəmiyyətli məsələlərdən biri budur ki, onun ruhani tərəfinə də diqqət eləyək, əxlaqına diqqət eləyək, davranışlarına diqqət eləyək. Ola bilər ki, məsələn, övladı var, sən təlim, tərbiyə sahəsində pul xərcləyirsən ki, yaxşı müəllimlər tutsan, oxuyur, instituta daxil olur, ali savadlı bir insandır, amma əxlaqdan yoxsuldur.